Başı yoxdur uşağın. Başı tikə-tikə, tanınmaz halda, gözü yerdə-ymir. Ciyarı partlayıb, ağciyarı, qaraciyarı, qavrğaları qırıq-qırıq. Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib. O 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Axşamüstü evdəydim, telefonum zəng elədi, götdüm bacım. Rəhmət həkimi zəng elədi, hava qaldı. Ağlaya-ağlaya dedi ki, bəs Elgünün başına iş gəlibdi, tez gəl nömrəli xəstəxanaya indilər. Nə olubdu, dedi, heç nə bilmirik. Gəldik bura, hamımız burada polis nəfərləri, xeylam. Ona müraciət elədik, buna dedilər, vallahi biz də heç nə bilmirik. Həkimlərdən icazə aldıq, girdik uşağın yanına, uşağı vəhşicəsinə. Yəni döyülübmü bilmirəm, nədirsə də insan işi döyül. Ya döyüblərsə də bunu dəmirlə döyüblər, kuvvatla döyüblər, amansızcasına, vəhşicəsinə. Axırında söz belə soruşublar, adın nədir? Deyib ki, Elgün elə uşaq universitetə hazırlaşırdı. Bizim ümidimiz imtahanın birini vermişdi. O gün anası zəng gelib, dayılarım, uçduğum bir sevincimizdən yerə göyə sığmırdıq. Hazırlıqlara gedirlər, rəqsə gedirlər, Rus məktəbinin səliqəli giyinən keçinə elə bir ətrafı kuruğu da özümüz də şəhərdə imkan verməzdik də. Davakür uşaq deyil, biraz zəif uşaq idi. Bu ancaq oxumağa da meyilli, çox savadlı uşaq idi. Peşə məktəbinin axranası gecə saat 11-in yarısında zaten belə axrana ərazini gəzdirmiş işıqla. Görüb ki, səs gəlir, inilti səsi gəlir. Baxıb ki, kimsə səsi gəlir. Onlar da polislərdən gelib, psikologlardan gelib, gəlib aparıb. Təbibdən bildirilib ki, mayın 13-ü saat 00 radələrində 2007-ci il təvəllüdlü şəxs Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.